Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz fiqurların sahəsidir. Birinci deməli başlayırıq üçbucaqların sahəsindən. Üçbucağın oturacağı A, hündürlüyü də H verilirsə, deməli bunun sahəsi üçün S bərabərdir 2də 1 AH düsturundan istifadə edirik. Deməli bu oldu üçbucağın sahə düsturu, tərəf və tərəfə çəkilmiş hündürlüyün hasili. Birinci tapşırıq eyni düstura əsasən deyir ki, üçbucağın bir tərəfi 7 sm, ona çəkilmiş hündürlüyü 6-dır. Deməli, S bərabərdir, tərəfi 7-dir, hündürlüyü 6-dır, bölürəm 2-yə. 6 ilə 2 ixtisar gedir 3, qalır 7 vurulsun 3 bərabərdir 21. Bu oldu bir nömrə tapşırığımız. 21. Oturacağı 12, oturacağı çəkilmiş hündürlüyü 5-dir. 2-də S bərabərdir 12 vurulsun 5 bölünsün 2. 12 ilə 2 ixtisar gedir, qalır 6 vur 5. 6-nı da 5-ə vuranda eləyir 30. Bərabər yanlı üçbucağın oturacağı 8, sahəsi 12-dir. Deməli, bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın oturacağını verir bizə 8. Buradan mən bir dənə hündürlük çəkirəm. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm tən bölən, həm mediandır. Ona görə də bu 8 isə bu 4 bölünür. İndi sahə düsturunu yazıram. S bərabərdir 2də 1 AH. S-i verdi bizə 12. 12 bərabərdir 2də 1. Tərəfi verdi 8. Buradan H-ı tapın. 4 ilə 2 ilə 8 ixtisar gedir, qalır. 12 bərabərdir 4 H-a. H da bərabərdir 3-ə. H-ı da tapdım 3. İndi 3 4-dürsə, onda burada yan tərəf Pifaqor üçlüklərinə görə 5 olasın. Əgər bunu Pifaqor üçlüklərinə görə əzbərdən bilmiriksə, Pifaqor teoremindən də tapmaq olar. Bizdən də yan tərəfini soruşur, deməli 5. Dördüncü məsələdə bərabər yanlı üçbucağın oturacağı 13 sm yenə eyni tapşırıqdır. Elə ki, bu səfər düzbucaq 12-dirsə 6 bölündü. Hündürlük çəkirəmsə 6 bölündü. Bu sahəsində 48 verir. Deməli yazıram ki, S bərabərdir H vurulsun 12 bölünsün 2. Yəni AH bölünsün 2. Bunlar da ixtisar gedir, qalır. S-in yerinə verdi bizə 48. 48 bərabərdir 6H. H da bərabərdir 8. H-ı 8-dir, yan tərəfini tap. 6, 8, burada 8-dirsə, yan tərəfini tapanda da deməli 3, 4, 5 Pifaqor üçlüklərdirsə, bunlar 2-yə vuranda olur 6, 8, 10. İndi 6 ilə 8 tapmışamsa, onda yan tərəfi də olası 10. Bərabər yanlı olduğuna görə öbür yan tərəf də onunla bərabərdir. Sonra 5-ci tapşırıqda düzbucaqlı üçbucağa keçir. İndi düzbucaqlı üçbucağa baxırıq nəyinə? Bunun katetləri A və B-dir. Onda hipotenuzu S götürürəm. Hipotenuz buradan hündürlük çəkirəm bir dənə. 2 dənə hissəyə bölünür. Həmin hissələrin birini M, birini də N-lə işarə eləyirəm. Bu da hündürlükdür. Düzbucaqlı üçbucağın 3 dənə hündürlüyü var. Biri bu katetdir, biri bu katetdir, biri isə hipotenuza çəkilmiş hündürlükdür. İndi burada deməli düzbucaqlı üçbucağın sahə düsturları var. S bərabərdir AB bölünsün 2. Yəni katetlər hasilinin yarısı. İkinci düsturumuz var. S bərabərdir CH bölünsün 2. Bu da hipotenuza çəkilmiş hündürlük hasilinin yarısı. Bu 2 dənə də düsturdan bizə belə bir düstur alınır ki, AB bərabərdir CH-a. Bunlar oldu düzbucaqlı üçbucağın sahə düsturlarının bir-birindən əlaqəsi. İndi bu qaydaları biləndən sonra başlayıram. Deməli 5 nömrə tapşırıqdan katetləri verilir, sahəsini tapdıyıq. S bərabər 5 yazaq bura. S bərabərdir 6 vur 9 bölünsün 2. İxtisar gedir 3. 3-ü də 9-a vuranda eləyir 27. Katetlər verilir. 6 nömrəyə tapşırıq. S bərabərdir 8 vurulsun 10 bölünsün 2. 2 ilə 8 ixtisar gedir 4 vur 10. 4-ü də 10-a vuranda eləyər 40. Bu da 40.
Bucağı 3, 4, 5'dirsə, bayaqlarım dedim ki 3, 4, 5. Deməli düz bucaqlı üç bucaqdır. İndi burada da 3, 4, 5 verirsə, deməli bu düz bucaqlı üç bucaqdan söhbət gedir. Sahəsini tapmaqdan ötürü katetləri bir-birinə vurub 2-yə bölmək lazımdır. 3 vur 4 bölünsün 2, 12-yi 2-yə də böləndə 6. Yenə 12, 14, 16-ya baxaq indi. Bax 3, 4, 5'dirsə, deməli bunu vurdu 4'ə. 4'e vuranda 3'ü vuranda 4'ü 12. 4'ü 4'e vuranda 16. 5'i de 4'e vuranda 20. Deməli 12, 16, 20'dirsə, bax düz bucaqlı üç bucaqdır. Ona görə də bunların sahəsini tapanda bir dənə katetləri bir-birinə vururam. S bərabərdir 12 vur 16 bölünsün 2. 12'ni yazıram. 16 ilə də 2 ixtisar gedir 8. 8 ona vururam 80. 8 2'ye vuranda 16. 80'dan da 16 eləyir 96. Deməli 96 eləyir 8 nömrəli tapşırığın cavabı. 9 nömrəli məsələyə baxaq. 13, 14, 15 verir bizə. Burada deməli Pifaqor üçlükləri ödənmir. Yəni bu düzbucaqlı üçbucaq deyil, ixtiyari üçbucaqdır. İxtiyari üçbucağın tərəfləri A, B, C-dirsə, onda burada Heron düsturu bizə lazım olur. Heron düsturu nədən ibarət? Deməli əvvəlcə perimetri tapıram. 13 üstəgəl 14 üstəgəl 15. Bunlar eləyir 30, o da 12, 42. Sonra perimetrin yarısını tapıram. Yəni kiçik P bərabərdir. Böyük P bölünsün 2. 42'ni 2'ye böləndə eləyir 21. Əslində düsturun özünü yazmalıydım mən. Düsturun özünü buradan yazaq. Deməli P bərabərdir. A üstəgəl B üstəgəl C bölünsün 2. Yarım perimetri tapandan sonra Heron düsturu kök altında, yəni sahə düsturudur. P vurulsun, P çıxılsın A, P çıxılsın B və P çıxılsın C kimi hesablanılır. Bu Heron düsturudur. Düsturu əzbərləməkdə fayda var. İndi bu düsturu gətirib burada yerinə qoyub hesablayıram. 13, 14, 15 topladım 42. Yarım perimetri tapanında elədi 21. Deməli S də bərabərdir kök altında. P-ni tapmışam 21. 21'dən çıxmalıyam birinci tərəfi 13'ü. Sonra 21'dən çıxmalıyam 14'ü. 21'dən çıxmalıyam 15'i. Bərabərdir. Kök altında yenə 21 qalır. 21'dən 13 çıxanda eləyir 8. 21'dən 14 çıxanda eləyir 7. 21'dən də 15 çıxanda eləyir 6. İndi bunları kökdən çıxartmaqdan ötürü vuruqlarını ayırmalıyım. Kök altında 21'i yazıram. 7 vurulsun 3 kimi. 8'i yazıram. 4 vurulsun 2 kimi. 7 özü qalır. 6'nı da 2 vurulsun 3 kimi yazıb baxıram. Burada 7 ilə 7 var. 2 dənə 7'dən 7'yi kvadratından kök çıxır 7. Sonra 3 ilə 3 var. 9, yəni 9'dan da kök çıxdı 3. Bu 4'ün özündən kök çıxdı 2. Və 2 ilə belə deyim, 2'dən də kök çıxdı bir dənə 2. 14, 21, 21'i də vururam 4'ə. 84. 84 eləyib bunda cavab. 10 nömrəli tapşırıqda yenə. İndi 10 nömrəli hər ondan işləyə bilərəm. Hündürlüklə də. Bunu da hündürlüklə işləyib. 2 dənə deməli AB, AC-yə bərabər olan bərabər yanlış bucaq verilir bizə. 15. Bu da 15. PS'ni də ver 24. 24 ise bunu mən ortadan bölürəm. 12, 12 bölürəm. Çünki bərabər yanlış bucaqda hündürlük həm median, həm də tən böləndir. İndi 15, 12-dirsə, indi baxaq görək 3, 4, 5-lə əmələ gəlir. Deməli 15 ise bunu 3'ə vurdu. 3'ə vurdu 15, 4 3'ə vurdu 12, 3'ü 3'ə vurdu 9. Deməli bəli. Bu 3, 4, 5'in 3 qatlardır bu. Onda burada hündürlüyümüz olaram 9 və sahəni taparam. S bərabərdir. Oturacağı 24'dür. Hündürlüyü 9'dur. Bölürəm 2'yə. AH bölünsün 2. 12 vur 9. 90, 18, 108 eləyib bunun cavabı. Bərabər tərəfli üçbucağın deməli sahəsi S bərabərdir A-nın kvadratı kök altında 3 bölünsün 4 düsturu ilə hesablandı. Bu oldu bərabər tərəfli üçbucağın sahə düsturu. Düsturu biləndən sonra 11 nömrəli tapşırıqda tərəfi 4'dür. Deməli S bərabərdir
4'ün kvadratı vur kök altında 3 bölünsün 4. 4'ün kvadratı ilə 4 ixtisar gedir. Qalır 4 kök altında 3. 12 nömrəli tapşırıq. Perimetrin verir bizə 9. P bərabərdir 9'dursa, üçbucaqdır da A da bərabərdir 9 bölünsün 3 eləyər 3. Sahəsini tap deyir. S bərabərdir A kvadratı, yəni 3'ün kvadratı kök altında 3 bölünsün 3. 3 ilə 3'ün kvadratı ixtisar gedir. Qalır 3 kök altında 3. Bir dəqiqə. Perimetri 9 olan bərabər tərəf üçbucağın sahəsini tapın. Perimetri 9'sa tərəfi 3'dür. Aha, 3'ün kvadratı 9. Burada niye 4 yazmışım? 4. 9 bölünsün. 9 kök 60 bölünsün 4. 12. 13'te yine müxtəlif tərəfli üçbucaq verdi bizə. Yəni bu ya düzbucaqlı üçbucaq deyil, ixtiyari üçbucaqlı üçbucağın sahəsini tapmaqdan ötürü Heron düsturundan istifadə eləməliyik. 13. P bölü 2'ni tapaq əvvəlcə. Qoy 22 üstünə də 14 gələndə 36 bölünsün 2 bərabərdir 18. İndi S bərabərdir kök altında 18 vur. 18'den 10 çıxanda 8, 12 çıxanda 6, 14 çıxanda da 4. Yine bunu bayaq kimi vuruqlarına ayıraq. 18'i yazaq 9 vurulsun 2 kimi. 8'i də yazaq 4 vurulsun 2 kimi. 6'nı da yazaq 2 vurulsun 3 kimi. 4 də qalsın elə. İndi kökdən çıxardaq. 9'dan kök çıxır 3. Bu 2 dənə 2'dən kök çıxır 2. 4'dən kök çıxır 2. Burada da bunlardan kök çıxmır. Bir dənə də bu 4'dən kök çıxır. 2'ni 3'ə vuranda eləyir 6. Bərabərdir. 6. Alt dəfə də 4'ün 24. 24 kök altında 6 olur. 13 nömrəli tapşırığın cavab 24 kök altında 6 A variantı. Eyni qayda ilə 14'də də bərabər yanlış bucaqdır. Bunu mən Heronla yox, belə ündürlüklə işləyə bilərəm. Əgər bu 12'dirsə 6 bölürəm. Pifaqor üçlüklərinə görə 2, 3, 4, 5'in 2 qatıdırsa 6, 8, 10, bu da 8'dir. 6, 8, 10 olmalıdır. Hündürlük məlumsa sahəni tapıram. 8 vur 12 bölünsün 2. 8 vur 6, alt dəfə 8'ində 48. B variantı. 24, oturacağı 24 bərabər yanlış bucağın sahəsini verir. Yan tərəfini tapın. 15 nömrəli tapşırıqda deməli 24 oturacaqdır vurulsun h bölünsün 2 bərabərdir 108'dir. 24 ilə 2 ixtisar getsə 12 h bərabərdir 108 qalır. Burada h da bərabərdir 9 olur. Oturacağını da 24 verdi. İndi şəklə baxsaq. Bərabər yanlış bucaqdır özdə. 24'dürsə bu bölündü 12 12. Burada 9'dur. Deməli 3, 4, 5'in 3 qatlardır. 3 qatıdırsa burada olur 15. 3 vur 3, 4 vur 3, 5 vur 3. 15. Bu da aydınlıq hündürlüyü idi. 15 nömrəli tapşırıq. Keçdik 16'ya. Üçbucağın orta xətti yan tərəflərin orta nöqtəsini birləşdirən parçaya orta xətt deyilir. Üçbucağın 3 dənə orta xətti var. 3 dənə orta xətt bu üçbucağı 4 dənə üçbucağa bölür və bunların 4'ünün də sahəsi bir-birinə bərabərdir. Yəni bunun sahəsi S-dirsə, bunun da sahəsi S-dir, bunun da sahəsi S-dir, bunun da sahəsi S-dir. Bu qaydanı bilməkdə fayda var. İndi buna qaydaya əsasən məsələni işləyim. 16 nömrəli məsələdə deməli bu bir dənə balec üçbucağın sahəsini verir 12. 12'dirsə deməli burada da həmən bu 12'lərdən 3 dənə var. Deməli S-i tapmaqdan ötürü S bərabərdir 12'ni vurmalıyam 4'ə. Eləyər 48. Sonra burada 3 dənəsinin sahəsini verir bizə 60. 60'dırsa bunların hərəsinə 20 düşür. Onda S bərabər olur 20 vur 4. 80. C variantı. 18. Tərəfi 5 olan kvadratın sahəsini tapın. Kvadratın sahə düsturunu biz aşağı siniflərdən bilirik ki, A kvadratıdır. 5'in kvadratı da eləyər 25.
Perimetri 24 verdi. 19. P bərabərdir 24 ise onda A bərabərdir 4 tərəfin cəmi 24 ise 24'ü 4'e bölürəm. Bir tərəf olur 6. S də bərabərdir 6'nın kvadratı. O da eləyər 36. Bu bəli. 20 nömrəli tapşırıq. Diagonalı 4 kökdə 2 olan kvadratın sahəsini tapın. Deməli, burada biz bilməliyik ki, düzbucaqlı üçbucaqda və yaxud da ki, düzbucaqlıda, belə deyim, tərəflər A-dırsa, ikisi də. Bu düzbucaqlı üçbucaq alınır burada. Onda hipotenuz katetdən kök 2 dəfə böyükdür. Yəni A kök altında 2'dir. Bu elə düzbucaqlı üçbucaq da nədir onun adı? Kvadratda da diagonal bərabər yanlı düzbucaqlı üçbucaqlardan ibarət. Ona görə də diagonal katetdən kök 2 dəfə böyükdür. İndi bizə diagonalı verir 4 kök 2. 4 kök altında 2 diagonaldır. Onda burada tərəf 4 olmalıdır ki, kök 2 dəfə böyük olanda 4 olsun. Sahəsi də bərabər olur. 4 vur 4, o da bərabərdir 16'ya. Və yaxud da ki, bu diagonal 2 dənə diagonal varsa, rombun sahə düsturlarına əsasən işləmək olar. Çünki kvadrat həm də rombdur. Rombun sahə düsturuna əsasən işləyəndə diagonallar hasilinin yarısıdır. Yəni 4 kök altında 2 vurulsun, 4 kök altında 2 bölünsün, 2 ilə işləmək olar. Burada 4'ü 4'e vuranın 16 eləyir, kök 2'nin kök 2'ye vuranı da 2 eləyir. Bu 2 ilə də məxrəcdəki 2 ixtisarca edir, yenə də 16 qalır. Yəni burada tərəfi tapıb da işləmək olar. Kvadratın diagonallarının hasili yenə də kvadratın sahəsini tapmağa bizə kömək eləyir. İndi bax burada bununla işləyək. 21'də də diagonallar verdi 10. Deməli S bərabərdir. Diagonallar hasilinin yarısı. Yəni 10 vurulsun 10 bölünsün 2. Bu da eləyər 50. 50. Uzunluğu 9, eni 8 olan düzbucaqlının sahəsini tapın. Düzbucaqlının sahəsini tapanda enin uzunluğuna vururuq. Vəssalam, S bərabərdir A vur B. 8 vur 9 eləyər 72. 72. Uzunluğu verir, bir də perimetrini verir 40. Bu perimetri veriləndə düzbucaqda yarım perimetrdən istifadə edilməkdə fayda var. Məsəl üçün 23 nömrəli tapşırıqda P bərabərdir 40'dırsa, yarım perimetr belə yazaq 20. Yarım perimetr nə deyən sözdür? A üstəgəl B bərabərdir yarım perimetr. Yəni iki tərəfin cəmi. Perimetr 4 tərəfin cəmidir. 2 tərəfin də cəmi 20'dir. İndi bunlardan birini verir bizə 12. Üstəgəl B bərabərdir 20 yazıram. Buradan da B'ni rahatlıqla tapıram 8. Onda S də bərabərdir 8 vur 12. 80 o da 16. 96. 23 nömrəydi. 24. Düzbucaqlının perimetri verir, tərəfləri 2-3 nisbətində. Deməli, perimetri verirsə yenə mən buradan yarım perimetri tapım. P bərabərdir 50. Yarım perimetr bərabərdir 25'e. İndi A ilə B'nin cəmi 25'dir də. A ilə B də 2-3 nisbətindədir. Yəni 2K üstəgəl 3K 25'dir. Buradan 5K 25'dirsə K da bərabərdir 5'dir. K 5'dirsə deməli A bərabər olası 2K'ya, yəni ona. B də bərabər olası 3K'ya, bu da 15'e. Sahəsini tapdı isə 10 vur 15 150. Bu da variant. İndi düzbucaqlının tərəfləri deyir 4-3 nisbətindədirsə, onda mən burada bir düzbucaqlı çəksəm 4K, burada 3K'dırsa, onda bunun diagonalda olası 5K. Çünki düzbucaqlının diagonalını çəkəndə burada düzbucaqlı üçbucaq alınır. Deməli, diagonal verdi bizə 15, yəni 5K bərabərdir 15'e, K da bərabərdir 3'e. Sahəsini tapdı isə, deməli, A bərabərdir 4 vur 3, 12, B bərabərdir 3 vur 3, 9, S də bərabərdir 12 vurulsun 9, 90, 18, 108 deyil olacaq. 26. Tərəfləri 3. O biri tərəfə çəkilmiş hündürlük. Aha, indi paraleqrama keçdim. Deməli, bu bir dənə tərəfini götürürəm A. Onda bu tərəfdə A'dır.
Paralelogramın qarşı tərəfləri paralel və bərabərdir. Buradan da hündürlük çəkirəm. Bu hündürlüyü adlandırıram HA, yəni A tərəfinə çəkilmiş hündürlük. Bu hündürlüyü adlandırıram HB. İndi paralelogramın sahə düsturu S bərabərdir. A-nı vurmalıyam HA-ya. Bu oldu paralelogramın sahəsi. Eyni qayda ilə B-ni vurmalıyam HB-yə. Bu da oldu paralelogramın ikinci sahəsi. İndi bu ikisi də sahə olduğuna görə buradan belə bir önəmli düstur alınır. A, HA bərabərdir B, HB. Və burada belə bir nəticəyə gəlmək olur ki, böyük tərəfi yazıram ki, böyük tərəf vurmalıyam kiçik hündürlüyə. Kiçik tərəf vurulsun böyük hündürlük. Bax, bunu da yadda saxlamaq lazımdır. Böyük tərəfi kiçik hündürlüyə vurmalıyam, kiçik hündürlüyü böyük tərəfə vurmalıyam ki, burada deməli AHA bərabərdir BHB düsturu ödənsin. İndi bu düsturlara əsasən baxıram buna 26-ya. 26-da tərəfi verdi bizə 3, tərəfə çəkilmiş hündürlüyü verdi 4. Yəni 3 vur S bərabərdir 3 vur 4 eləyər neçə? 12. Vəssalam. Burada da tərəfi verdi 12, tərəfə çəkilmiş hündürlüyü verib 6. 27-də S bərabərdir 15 vurulsun 6. Bu da eləyir 60, 30, 90. 28. Paralelogramın tərəfləri 9 və 12-dir. Aha, indi burada bu dediyimiz düstura gəlir. Bu paralelogramın böyük hündürlüyü 4-dürsə, deməli böyük hündürlüyü kiçik tərəfə vurmalıyam, kiçik hündürlüyü böyük tərəfə. Deməli burada mən vurmalıyam böyük tərəfi, kiçik tərəf 9-dur, böyük hündürlük 4-dür. Böyük tərəf 12-dirsə, öbür kiçik hündürlüyü tap deyir. Deməli 36 bərabərdir 12 H-a, H da bərabərdir 3-ə. Hündürlükləri verir, perimetri verir. Burada deməli nə etmək lazımdır? Perimetr 28-dirsə, yarım perimetr 14-dür. Yəni eni ilə uzunluğunun cəmi 14-dür. İndi mən paralelogramın enini götürürəm, x bilmirəm neçədir. Onda öbür tərəfi olası. İkisi bir yerdə 14 olduğuna görə 14 çıxılsın x. Hündürlüklərini də verdi bizə 3 ilə 4. Yəni x-i vurmalıyam bir hündürlüyə. Bu düstur əsasən. 14 çıxılsın x-i də vurmalıyam öbür hündürlüyə. Yəni 4-ə. Buradan 3x bərabərdir 14 vur 4 çıxılsın 4x. 4x bu tərəfə gəlir 7x bərabərdir 14-ə. 14 vur 4-ə. X də bərabərdir 14 vur 4 bölünsün 7-yə. Bu da eləyir 8. X-i tapdım. Paralelogramın sahəsini tap deyir. Əgər x 8-dirsə, onda tərəflərindən biri A bərabərdir 8 olasıdır, B bərabərdir 14 çıxılsın 8, 6. İndi tərəflərdən biri 8-dir, biri 6-dır. H1 bərabərdir 3-ə, H2 də bərabərdir 4-ə. Deməli, mən burada böyük tərəfi götürürəmsə, kiçik hündürlüyü götürməliyəm. Kiçik tərəfi götürürəmsə, böyük hündürlüyü götürməliyəm. S bərabərdir 8 vurulsun 3 də götürə bilərəm. 6 vurulsun 4 də götürə bilərəm. Bunların ikisi də 24-ə bərabərdir. Yəni, böyük hündürlüyü kiçik tərəfə, kiçik hündürlüyü böyük tərəfə vurmaq olar. Paralelogramda, deməli, ABC üçbucağının sahəsi 12-dir. ACD üçbucağın sahəsini tapın. Əgər burada paralelogramdan söhbət gedirsə, paralelogramın qarşı tərəfləri bərabər və paraleldir. ABCD yazıram bura. Bax, bu tərəf bu tərəfə bərabərdir. Bu tərəf bu tərəfə bərabərdir. Bu da hər iki üçbucaqda oxşardır. Deməli, bu üçbucaqlar bir-birinə bərabərdir. Birinin sahəsi 12-dirsə, öbürünün də sahəsi 12 olasın. Bizdən elə onu soruşur. Keçdik burada romba. Romb, deməli, bütün tərəfləri bərabər olan paralelogramdır. Bunun 4 tərəfi də bir-birinə bərabərdir. Bu da bunun diaqonallarıdır. Diaqonalın birini D1, birini də D2 götürürəm. Bu da bunun hündürlüyüdür. H. Rombun sahə düsturları var. Paralelogramda olduğu kimi bu tərəfi A götürürəmsə, AH. Bu rombun sahə düsturudur. İkinci sahə düsturu da diaqonallarlandır. D1 vurulsun, D2 bölünsün 2. Bu oldu rombun sahə düsturları. Bunları əzbərləyin. Bu heç.
İndi keçirəm tapşırıq 31'e. Hündürlüğü verilir, tərəfi verilir. Rombun sahəsini tapın deyir. S bərabərdir. AH 12 vurulsun 8, 80, o da 16. 96. Tərəfi 5, hündürlüğü 4 olan rombun sahəsini tapın. Yine S bərabərdir. AH 5 vur 4, 20. Rombun tərəfi verilir, hündürlüğü verilir, sahəsini tapın deyir. S bərabərdir. 6 vur 8, 6 vur 3'tür. Alt da üçün 18. Diagonalların hasili 45-dirsə, deməli biz bilirik ki, S bərabərdir. D1 vurulsun, D2 bölünsün, 2 də rombun sahə düsturudur. Bu D1 vur D2 diagonalların hasilidir. Bunu birbaşa 45 verirdi. 2'ye də böləndə 22 tam onda 5. C variantı. Diagonallar olan rombun sahəsini tapın deyir. Tapaq. S bərabərdir. Diagonallar hasili yarısı. 3 kök altında 2 vurulsun. 6 kök altında 2 bölünsün. 2. Burada 3 vurulsun. 6'nı yazıram. Kök 2'nin kök 2'ye vuranda 2 eləyir. Burada da 2 var. 2'lər ixtisar edir. Altda bir üçün qalır 18. Diagonalları verilir. Sahəsini tap deyir. Yenə S bərabərdir. 8 vur 9 bölünsün 2. Diagonallar hasili yarısı 4. İxtisar edir 4. 4'ü də 9'a vuranda 9 dəfədə 4'ün eləyir 36. Növbəti məsələmiz 37. Deməli ABCD rombunda bucaq A'nın bucaq B'nin nisbəti bu nisbətdədir. Və bu o deməkdir ki, A ilə B bir tərəfə bitişik bucaqlardır. Cəmi 180 dərəcə olmalıdır. Deməli bunların cəmi 180 dərəcə olmalıdır. Yazaq burada 31. 2x üstə gəl 5 qonşu nədir olmadı? Bir tərəfə bitişik bucaqlar olduğuna görə üstə gəl 6x üstə gəl 15 bərabər olmalıdır 180-a. Buradan 8x bərabərdir 180-dan 20 çıxanda 160. X də bərabərdir 20. X 20-dirsə onda bucaq A bərabərdir 2 vur 20 üstə gəl 5 bərabərdir 45 dərəcə. Bucaq A'sı 45 dərəcədir. AB tərəfini də verdi. İndi bir dənə şəklə baxaq. Deməli burada rombdur bu. AB tərəfi 6-dırsa, deməli o rombun bütün tərəfləri 6-dır. Bucaq da 45 dərəcədir. Bu bucaq 45 dərəcədirsə, onda bu iki bucaqda olası 180 çıxılsın 45, o da bərabərdir 135 dərəcə. İndi o bizə lazım deyil əslində. Buradan bir dənə hündürlük çəkirəm. Hündürlük perpendikulardır. Bu 45-dirsə, onda burada 45 olur. 45 dərəcəlinin deməli hipotenuzu düz bucaqlı 3 bucaqlı hipotenuzu 6-dır. Katetini tapanda bayaqlam dedim ki, deməli A-nın A-dırsa, bu 45-45-də bərabər yanlıdır. Deməli burada A-dır, burada belə deyim H-dır da bu. H-dır, qoy ikisi də H olsun. Buradan bura qədər H-dır, bu da H-dır. H-ı tapmaqdan ötürü 6-nı kök 2-yə bölməliyim. Deməli burada H bərabərdir. 6 bölünsün kök altında 2. H-ı tapdım. İndi sahəsini tap deyir. S bərabərdir. AH. A-sını verdi bizə 6 vur. 6 bölünsün kök altında 2. Bu da eləyir 36 vur kök 2. Bir dənə də kök 2-ndə kök 2-yə vuranda 2 ixtisar nədə oynadı? Məxrəci rəsənatdan azad eləyirəm. 36 ilə də 2 ixtisar gedir. Qalır 18 kök altında 2. Trapeziya keçdim. Trapeziya. Trapeziyanın oturacaqlarını A töv oturacağı B götürürəm. Hündürlüyü də H-dırsa, bunun sahəsi S bərabərdir. A üstə gəl B bölünsün 2 vurulsun H düsturu ilə hesablanılır. Bu oldu trapeziyanın sahə düsturu. İndi burada da hündürlüyünü verir, oturacaqlarını da verir. Yerinə qoyub hesablayaq. 38-də S bərabərdir. Oturacaqları 5 ilə 9'dur. 5 üstə gəl 9'u bölürəm 2'yə vururam hündürlüyünə. 5'in üstüne 9 gələndə eləyir 14. 2 ilə də 6 ixtisar gedir. 3, 30, 12, 42 eləyir. Deməli bu üç bucağın daha doğrusu trapeziyanın sahəsi. Yine eyni
Oturacaqlar da verilir, hündürlük də verilir. 39 nömrəli tapşırıqda. 7 üstəgəl 11 bölünsün 2. 18'i böləm 2'yə bilir. Dəqiqə baxın bir dənə. 9, yəni orta xətti 9'dur. S də bərabərdir. 9 vur 5. 9 dəfə də 5'in 45. Orta xəttini tapıb addeni 45'ə vurdum. 11 başda yazmaq olardı. 45. 40 nömrəli tapşırıq. Hündürlüyü 6, orta xətti 9 olan trapesiyanın sahəsini tapın. S bərabərdir. A vur B böl A üstəcə B böl 2 orta xətti verir onsuz ki bizə. 9'u vururam 6'ya. 6 dəfə 9'un eləyir 54. Hündürlüyü orta xətti verilir. S bərabərdir. 7 vur 16. 6 dəfə 7'in 42. 4 yadda 7, 4 də yadda 11. 112. Oturacaqlarının cəmi 10 verir. S bərabərdir. A üstəgəl B bölünsün 2 vurulsun H. Oturacaqların cəmi A üstəgəl B'dir. 10 bölünsün 2 hündürlüyü də 3'dür. 12'ye böləndə 5, 3'ə də vuranda 15. Növbəti tapşırığımız. Düzbucaqlı üçbucağın oturacaqları 20 cm və 8 cm. Böyük yan tərəfi düzbucaqlı trapesiyanın. Səhv buradan 43. Şəkli çəkim. Düzbucaqlı trapesiya verir bizə. Düzbucaqlı trapesiyanın oturacaqları 20 və 8'dir. Deməli, mən bunu 8 götürürəm və buradan bir dənə hündürlük çəkirəm. Bu da 8 olur. Bütöv də 20'dirsə, burada olur 12. Hələ ki, bunu burada qeyd edeyim. Böyük yan tərəfi isə 15'dir. Böyük yan tərəfi də 15'dir. Trapesiyanın sahəsini tapın. Deməli, sahəni tapmaqdan ötürü mən buradan hündürlüyü tapmalıyım. Hündürlüyü tapmaqdan ötürü 12, 15'dirsə, yəni 3, 4, 5'in yazaq burada 3, 4, 5'in 3 qatdadır bu. Bu olur 15. 3'ə vuranda 12, 3'ü 3'ə vuranda 9. Deməli, bu da oldu 9. Trapesiyanın hündürlüyü 9. Vəssalam, S bərabərdir. 8 üstəgəl 20 oturacaqları toplayıb 2'yə vurub hündürlüyə vururam. 28'i 2'ye böləndə eləyir 14 vur 9. 90, 9 dəfə 4'ün 36. 126. Radiusu 9 olan dairənin sahəsini tapın. Deməli, dairədə S bərabərdir. Dairənin sahəsi pi r kvadratıdır. Bu da sektordur. S sektoru tapanda bütöv dairənin sahəsini, yəni pi r kvadratını bölməliyəm 360'a, vurmalıyam alfaya ki, bu da olsun sektorun sahəsi. İndi 44 nömrəli tapşırıqda deyir ki, radiusu 9 olan 44. S bərabərdir pi r'in kvadratı. Pi vur 9'sa 9'un kvadratı 81 eləyir. 81 pi də olur. Məsələnin cavabı. 81 pi. 45. Diametri verir 12. D bərabərdir 12'dirsə, R də bərabərdir 6'dır. Onda S də bərabərdir. Pi vurulsun 6'nın kvadratı. Eləyər 36 pi. Sahəsini verir bizə. Dairənin diametrini tapın. Deməli, pi r kvadratı bərabərdir 196 pi'yə. Buradan pi'ləri ixtisar eləsəm qalar r kvadratı bərabərdir 196. R də bərabərdir 14. 14 isə diametrini soruşur. 14 vurulsun 2 eləyər 28. 28. Radiusu böyük radius 6, kiçik radius 4'dür. Deməli, buradan bura qədər 6'dır. Buradan bura qədər, yəni kiçik radius 4'dür. Bu 4'dürsə, burada bütöv 6'dırsa, onda burada 2 olur ki, böyük çevrənin radiusu 6 olsun. Dairə halqasının sahəsini tapın. Dairə halqasının sahəsini tapmaqdan ötürü böyük dairənin sahəsindən kiçik dairənin sahəsini çıxmalıyım ki, bu halqanın sahəsi qalsın. Yazıram S halqa bərabərdir S böyük çıxılsın S kiçik bərabərdir. 6'dırsa olası 6'ın kvadratı 36 pi çıxılsın. 4'ün də kvadratı 16 pi də balacanın sahəsi. 20 pi olur. Halqanın sahəsi.
Tərəfi yaxın qaldı. Tərəflərinin hasili 60 olan xaricdə çəkilmiş çevrənin radiusu 2,5 olarsa sahəsini tapın. Deməli, burada belə bir düsturumuz var. Üçbucağın həm xaricinə, həm də daxilinə çevrə çəkmək olur. Bu xaricinə çəkilmiş çevrənin radiusunu tapmaqdan ötürü 5R bərabərdir. ABC bölünsün 4S'dən istifadə edirəm. Bu bizim xarici çəkilmiş çevrənin radiusu düsturu. ABC üçbucağın tərəfləridir. Bir də üçbucağın daxilində çevrə varsa, bu da kiçik R-dir. R də bərabərdir. 2S bölünsün A üstəgəl B üstəgəl C düsturları. Bu bizim xarici daxili çəkilmiş çevrələrin radiusları düsturu. İndi deyək ki, tərəflərinin hasili, deməli, bu o deməkdir ki, A vur B vur C bərabərdir 60. R də bərabərdir 2,5. Burada yerinə qoyuram. 2,5 bərabərdir 60 bölünsün 4S. Buradan 4S bərabər, ya da belə eləyim də, 2,5 bərabərdir. 60-dan 4-ə çıxar eləyim. 15 bölünsün S qalsın. S-i də tapmaqdan ötürü 15-i bölərəm 2,5-ə. Bunların içini də 10-a vursam 150 bölünsün 25 eləyər. 150-nin içində 25 olar 6 dəfə. S də bərabərdir 6-ya. Belə. İndi ABCD-də sahəsini verir 35. X-i tapın deyib. 5, biri də X plus 3-dür. Sahəni tapmaqdan ötürü enin uzunluğuna vurmalıyam. 5'i vurmalıyam x üstəgəl 3'ə eləyər 35. Buradan x üstəgəl 3 bərabərdir 35'i 5'ə böləm 7, x də bərabərdir 4. Bizdən də x-i soruşur ilə 4. Növbəti məsələ. X-i vurmalıyam x üstəgəl 5'ə, sahəni verdi 84. Deməli, burada da 7-ni 12'yə vuranda 84'ü birbaşa da tapa bilərəm. Fəqor teoremi kvadrat sənlik kimidir. Elə birbaşa tapmaq daha rahatdır. X-i götürürəm mən 7. 7-ni 12'yə vuranda 84 eləyir. Deməli, cavab 7 deyil. Növbəti məsələ. Bunlar səhv düşüb burada. ABCD paralelogramında DH-ı verdi bizə 3. DC-ni verdi bizə 8. AD-ni verdi 4. DY-ni soruşur. Deməli, burada yenə böyük tərəf kiçik hündürlük, kiçik tərəf böyük hündürlük düsturuna istifadə edəcəm. Amma belə ki, burada 4'dür, 3'dür. Bunda bura olur 5. Yox, bizə lazımdır öyle sonra. Bu 8-dirsə burada 8-dir. Deməli, 8-i vururam 3'ə bərabərdir. Bunu 4 verdirsə burada 4'dür. 4'ü də vururam h-a. 24 bərabərdir 4h. H da bərabərdir 6'ya. Və son bundan qutarım. D-Y deyil. Sonra, əgər paralelogramın 4 dənə diagonal çəkilsə, burada üçbucaqların 4'ünün də sahəsi bir-birinə bərabərdir. ABCD-ni bizə ABCD-ni verdi 20, buranı soruşur. Deməli, sadəcə olaraq 20-ni 4'ə bölməliyəm. Bu qədər 5. Paralelogramın diagonalları, onun sahələri bərabər 4-dən 3 bucağa ayır. Burada da bizə paralelogramın sahəsini 100 verdi, bunu soruşur. 100'ü bölürəm 4'ə, eləyər neçə? 25. Növbəti məsələ. Burada da deməli necədir? Bu üçbucaqla bu iki dənə üçbucağın sahələri cəm bir-birinə bərabərdir. Bunu götürürəm S1, bunu götürürəm S2, bu da olur S1 üstəgəl S2. Bu da belə qaydadır. Deməli, burada bizə verir AYB-nin sahəsini verir bizə 6. Onda S paralelogram bərabərdir 6 vurulsun 2, o da bərabərdir 12. Çünki bu 6-dırsa, bunların cəmi də 6-dır. 2 dənə 6-ını da elədi 12. Sonra bu məsələyə baxaq. Bu məsələdə də yenə mən əgər diagonal çəkirəmsə buradan, bax bu üçbucağın,
bu üçbucağın bir de bu üçbucağın dördünün də sahəsi bir-birinə bərabərdir. Çünki bunlar bir-birinə bərabərdir. Oturacaqları bərabər, hündürlükləri bərabər. İndi ABCD-ni verdi 60, bizdən bunu soruşur. Deməli 60-ı bölürəm 4-ə, tapıram bunu 4-ə qoyduğum üçbucaqlardan bir dənə sahəsini. Bundan biz 2 dənəsi lazımdır. 2 ilə 4 ixtisar edir, qalır 60 bölünsün 2, o da eləyər 30. İndi baxıram bu məsələyə. Bu məsələdə indi 63 nömrəli məsələyə baxaq. Burada da deməli mən buranı bütöv tapsam, elə bil ki bu ilə bunu ikisini birlikdə. Onda yazıram ki, bütöv sahəni də verdi bizə 120. Deməli 120 bölünsün 2 bərabərdir 60. Olur nəyin sahəsi? S, A, Y, S, F-in sahəsi. Bizə verir 60. İndi bu 60-dırsa, indi baxıram nəyə? Buradakı üçbucağın, deməli, mən bunu çıxmalıyam da sahəsini. Bu, bütöv paralleqramın sahəsinin 8-də biridir. İndi bunu bir dənə göstərim ki, nəyə görə? Bax, mən keçən səfər bayaqlarım dedim ki, üçbucağın orta xətləri çəkiləndə bu deməli burada 4 dənə yerə bölünür. 4-ün də sahəsi bir-birinə bərabərdir. Onda paralleqram 8 yerə bölünür. Bu 8 yerə bölünürsə, deməli bu da olur bunun 8-də biri. İndi mən burada bu üçbucağın sahəsini tapmaqdan ötürü S, Y, S, F-i tapmaqdan ötürü 60-ı, 120-ni bölməliyəm 8-ə. 12-də 8, bir dəfə 40-da da 8, 5 dəfə, 15-də bu elədi. İndi buranı axı mən bütöv tapmışdım. Mən ştrixlənmiş yerin sahəsini tapmaqdan ötürü S ştrix bərabərdir. Deməli, bütöv sahədən 60-dan balec üçbucağın sahəsini çıxmalıyam. 15-i. 60-dan da 15 çıxanda eləyər 45. C variantı. CBOA-nın bucağı 60 dərəcədir. AB 6-dırsa, rənglənmiş hissənin sarı qövsün sahəsi düsturudur bu. S bərabərdir. Deməli, 2 pi r bir dəqiqə. Pi r kvadratını mən 360 dərəcəyə bölüb alfaya vurmalıyam ki, bu sektorun sahəsini tapım. İndi verilənləri yerinə yazaq. Pi-ni verdi pi. Radiusu verdi 6. 6-nın kvadratı 36. Bölünsün 360. Vurulsun alfanı da verdi 60. Bu 360 ilə 60 ixtisar eləyim. Qalsın burada 6. 36-nı da 6-ya böləndə 6. Pi-si də yanında durur. 6 pi olur məsələnin cavabı. Verilmiş üçbucağın sahəsini tapın deyir. Üçbucağın sahəsi 5, 6, 7-dirsə müxtəlif tərəfli üçbucaqdır. Deməli, burada mütləq Heron düsturundan istifadə edirəm. P bölünsün 2-ni tapmalıyam. Bərabərdir. 5 üstəgəl 6 üstəgəl 7 bölünsün 2. 11 ilə 7-ni toplayanda eləyir 18 bölünsün 2 bərabərdir 9. S də bərabərdir. Kök altında 9-un özü. 9-dan 5 çıxıram 4. 9-dan 6 çıxıram 3. 9-dan 7 çıxıram 2. İndi kökdən çıxardıq. 9 ilə 4-dən kök çıxır. 3 vurulsun 2. Amma 3 2-yə vuranda da eləyir 6 ilə kökdən çıxmır. Bu da elədi 6 kök altında 6. 6 kök altında 6 A variantı. Şəklə əsasən deyir ABC-ni. İndi mən ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Buradan H-ı tapmalıyam da. H-ı tapmaqdan ötürü deməli H bərabər H-ın kvadratı bərabərdir. Kök altında MN-i. H-ın özünü yazaq. H-ın özü bərabərdir. Kök altında MN-i. Bu da bərabərdir. Kökün altında 2 vur 8. Kök altında 16 eləyir 4. A bərabərdir. 2 üstəgəl 8-də 10. S də bərabərdir. 10 vur 4 bölünsün 2. 40-ı 2-yə böləndə 20. Deməli, burada düzbucaqlı üçbucaqda metrik münasibətlərdən istifadə elədik. Əgər hündürlük çəkildirsə, bu hissələrin hasili H-ın kvadratına bərabərdir. Yəni, bunu belə yazmaq da olur. H kvadratı bərabərdir MN. Bu düsturdur. Metrik münasibətdir düzbucaqlı üçbucaqlı. Keçdik 67.
Bərabər yanlış bucağın təpə bucağı 90 dərəcə, oturacağı isə 4/2-dir. Sahəsini tapın. Əgər 4/2 bərabər yanlış bucaqdan söhbət gedirsə və 90 dərəcəlidirsə bu 90-dırsa, həm də bərabər yanlıdır. 4 kök altında 2-dirsə, onda katetlər 4-dür. Bayaqlarımı izah elədim nəyə görə. Onda S-i də tapanda 4 vur 4 bölünsün 2 katetlər hasilinin yarısı 16-nı 2-yə böləndə eləyir 8. Növbəti məsələmiz 10 verdi burada. Buranı da 4 verdi. İndi bizdən elə bucağın sahəsini soruşur. Biz bilirik ki, kör bucaqlı üçbucağın hündürlüyü onun tərəfinin uzantısı üzərinə düşür. Deməli, oturacağı 4 hündürlüyü də 10. S-i də tapanda 4'ü 10'a vurub 2'ye böləm. 42'ye böləndə də 20. 69 nömrəli məsələ. Yenə 69'da burada verdi üçbucağın oturacağını, bir də hündürlüyü də kənara düşübdür. Niyə? Çünki kör bucaqlı üçbucaqdır. Onda S-i tapanda 5 vur 6 bölünsün 2. 30'u da 2'ye böləndə eləyər 15. Tərəfi 2 olan bərabər tərəfli üçbucağın sahəsini tapın. Bayaq düsturu yazdı. A kvadratı kök altında 3 bölünsün 4. A kvadratı 4'dür. 4 kök altında 3 bölünsün 4. 4'lər ixtisar gedir. Qalır kök altında 3. Tərəfi verilmiş üçbucağın sahəsini tapın. Tapaq. S bərabərdir. A kvadratı yəni 2 kök altında 3'ün kvadratı vur kök altında 3 bölünsün 4. Bu 2 kök altında 3'ün kvadratı eləyir 4 vurulsun 3 vur kök altında 3 bölünsün 4. 4'lər ixtisar gedir. Qalır 3 kök altında 3. B variantı. 72. Sahəsi 36 kvadrat santimetr olan ABC üçbucağının A təpəsindən BC tərəfinə AD medianı çəkilmişdir. ADC üçbucağının sahəsini tapın. Deməli, ABC üçbucağının ABC üçbucağı A təpəsindən BC tərəfinə AD medianı çəkilmişdir. Median deməli çəkildiyi tərəfi yarıya bölür. AD medianı, bu da BC üçbucağı. Bu tərəf bu tərəfə bərabərdir. Niyə? Çünki AD mediandır. ADC üçbucağı, ADC bu üçbucağın sahəsini tapın. Deməli, bu üçbucaqdan mən bir dənə hündürlük çəksəm, bu hündürlük həm bu üçbucağın, həm də bu üçbucağın hündürlüyüdür. Yəni, bunların sahələri bir-birinə bərabərdir. Bütöv sahə 36 olduğuna görə, onda hər bir üçbucağın da sahəsi 36 bölünsün 2, 18. Yəni, bizdən buranın da sorusu 18 idi, buranın da sorusu 18 idi. Hündürlüyü verilir, orta xətti verilir. Trapesiyanın sahəsini tapın. S bərabərdir orta xətt vurulsun hündürlük. Vəssalam, bu qədər. 80, o da 16. 96. 73 idi. 74 nömrəli məsələ. Paralleqramın sahəsini verdi. Tərəflərdə 16 və 10'dur. Bizə deyir ki, hündürlüklərini tapın. Deməli, 16 vur h bərabər olmalıdır 80'a. H1 yazaq bura. H1 bərabərdir 5'ə. 10 vurulsun H2 bərabərdir. Bu da paralleqramın sahəsində. H2 də bərabərdir 8'ə. 5 və 8. Bu variant. Paralleqramda ABC üçbucağın sahəsi 14 isə ACD üçbucağın sahəsini tapın. Eynidir. S, A, B, C bərabərdir S üçbucaq ADC. Bu da eləyir 14. Tərəfi 25 olan diaqonallarının sahəsi tərəf verilir. Diaqonalların sahəsi. Dəqiqə. Nasıl məsələ idi? 76.
Tərəfi 25, diagonalların nisbəti 3, 4. Tərəfi 25, diagonalları burada. 3, 4. Çivi olan rombun sahəsini tapın deyir. S bərabərdir. İndi belə eləyim də, mən bir dənə romb çəkim burada. Məsələn, tam aydınlıq ilə aydın olsun. Tərəfi 25-dir deyir. Tərəfi 25-dirsə, diagonallarda 3, 4-dürsə, deməli bu olsun 3K, burada olsun 4K. İndi 3K, 4K diagonallardırsa, onda bir də təzədən diagonalları burada mən çəkirəm belə. Buradakı düz bucaq, üç bucağı gətirib köçürəm bura. Onda mən bunu götürürəm belə. Götürürəm. Deməli 3K'dırsa yarısı olası 1,5K. Bu da 4K'dırsa yarısı olası 2K. Burada 25. İndi buradan bunu tapmaq lazım. 1,5'in kvadratı eləyər 2,25K kvadratı üstəgəl 2'in kvadratı 4K kvadratı bərabərdir 25'in kvadratına. Pifaqor teoremini tətbiq edirəm. Bu eləyir 6 tam %25K kvadratı bərabərdir 625'e. K kvadratı bərabərdir 100'e. K da bərabərdir 10'a. K 10'dursa, onda diagonal, böyük diagonal bərabər D böyük bərabərdir. Ya da D1 yazaq, hansı olsa fərqi yoxdur. 3K idi də 3 vurulsun 10 eləyər 30. D2 bərabərdir 4 vurulsun 10 eləyər 40. Diagonallarını tapandan sonra S bərabərdir 30 vur 40 bölünsün 2. 20 qalır. 20'yi də 30'a vuranda eləyər 600. Bunun cavabı olası 600. Tərəfi x kvadratın sahəsi 4. Yəni məsələyə kitabda baxın. 4 olarsa tərəfi 4x olan kvadratın sahəsini tapın deyir. Deməli, burada tərəfi 4'dür deyir. 77 nömrəli məsələdə. 77'də. Tərəf x olan sahəsi 4'dür. X kvadratı bərabərdir 4. Tərəf x isə sahəsi x kvadratda, bu da 4'dür. Tərəfi 4x olan deyil. 4x olan deyilsə 4x'i vurmalıyam 4x'e. Bu da eləsin 16x'in kvadratı. 16 vurulsun x'in kvadratı. 4 verir. 40, 24, 64. Onlar axtarılan kvadratın sahəsi. Diagonalı 7 köhdük olan kvadratın sahəsini tapın. Diagonalı verirsə romb olduğuna görə kvadrat S bərabərdir. Diagonallar hasilinin yarısı. 7 kök altında 2'ni 7 kök altında 2'ye bölüb 2'ye. Vurub 2'ye bölüm. Köhdükilər 2 eləyir. 7 dəfə də 7'nin 49. Vəfləşdən ixtisar deyir o 2'də. Kvadratın bir təpəsinin böyük. Baxaq buna. Kvadratın bir təpəsinə bitişik iki tərəfinin orta nöqtələrini birləşdirən parçanın uzunluğu bir təpəsinə bitişik. 79'da şəkli çəkim. Aydınlaşdırıq görək söhbət nədən gedir. Deməli bizə verir kvadrat. Bir tərəfinə bitişik iki təpə. Bir tərəfinə bitişik. Olsun kvadratımız. Bir təpəsinə bitişik iki tərəfin orta nöqtələrini birləşdirən parçanın uzunluğu 3/2'dir. Bunu birləşdirirəm, eləyir 3/2. İndi bir dənə də buradan diagonal çəkirim. Burada alınan üçbucağın orta xətti 3/2'dirsə, onda bu da bundan 2 dəfə böyük olasıdır. Deməli 3 kök altında 2 vurulsun 2 də bu da eləyəsidir. 6 kök altında 2. 6 kök altında 2 ise diagonalını tapdım. S bərabərdir.
6 kök altında 2 vur. 6 kök altında 2 bölünsün 2. Kök için kök 2'ye vuranda 2 eləyir. 2 ilə ixtisar edir. Alt dəfə də 6 eləyir. 36. Yəqin bu 36'dır görsənmir burada. Sonra ABCD kvadratı verilir bizə. SABCD bərabərdir 16. SAYB'ni soruşur bizdən. Burçcan sahəsini soruşur. İndi mən buradan bir dənə də belə ortadan xətt çəkirəmsə, bu bütöv 16-dırsa, bura olur 8. 8-dirsə, bunlar da 4-4 bölünməlidir. Çünki burada bərabər üçbucaqlar alınır. Bura 8-dirsə, burada 4-4 bölünür. Elə bizdən də 4'ü soruşur. 4. Növbəti məsələmiz. Bərabəryanlı trapesiyanın perimetrini verdi bizə 110. Bir dənə bərabəryanlı trapesiya. %110'dur bunun perimetri. Oturacaqlarının fərqi 30'dur. Oturacaqlarının fərqi 30'dursa, bax oturacaqlarının fərqi hablar dabların içinin cəmi 30'dursa bərabər yanlı olduğuna görə burada 15 düşür, burada 15 düşür. Sonra deyir ki, hündürlüyü isə yan tərəflə 8-10 nisbətindədir. Hündürlüyünə yazıram 8K, yan tərəfinə yazıram 10K. Bu burada düzbucaqlı üçbucaq alınır. 8K 10K'dırsa onda bura avtomatik 6K olur. 6K 15'dir. 6K bərabərdir 15'e. K da bərabərdir 15 bölünsün 6'ya. 15'dən də 6 3 ixtisar gedir qalır. 5 bölünsün 2. 2,5. K'sı da 2,5 tapdım. İndi bizə deyir ki, sahəsini tapın. Və son hazırdır. Deməli, perimetrini də verdi bizə 110. 10K, burada 10K'dır. Bunu da götürüm A. Onda burada A olur. İndi perimetrini yazaq. 10K, 10K. Yan tərəflərin cəmi elədi 20K. 20K'nı da 20'yi də 2,5'e vurun. Eləsin. 50. Deməli, yan tərəflərin cəmi oldu 50. Sonra oturacaqların cəmini tapmalıyam. Deməli, 2A üstəgəl 30 üstəgəl bu 50 bərabərdir 110 eləyir hamısı bir yerdə. 2A bərabərdir 110'dan da 80'i çıxıram. Qalır 30. A da bərabərdir 15. A'nı da tapdım 15. İndi sahəsini tapıram. S bərabərdir 15 üst oturacaq. Üstəcə 15 bunlar da 15. 30 15 45'də alt oturacaq. Bölünsün 2 vurulsun. Haşı da 8K tapmışam. K da 2,5'dir. 8 vur 2,5'i də belə yazıram. 2 ilə bu ixtisar getsin 4. 15'dən 45'i toplayıram 60. Vur 4'ü də buna vuranda 10 eləyir. 600. 600 elədi bu üçbucağın. Daha doğrusu trapesiyanın sahəsi. Növbəti məsələ. 88. ABC üçbucağında BD tən böləndir. Tən böləndir yan tərəfləri verdirsə, deməli bu oturacaqların biri 2K'dır, biri də 6K'dır. Çünki 2K'nı 2'ni 2K'ya böləndə 1 bölü K qalır. Burada da tən bölən xassəsinə əsasır. ABC'nin sahəsini verdi 40 bizdən. Deməli, nəyi soruşur? ABC'nin sahəsini verdi. BDS'ni soruşur. BDS'ni soruşur. Bura bütöv 40'dırsa, deməli 8 yerə bölməliyəm mən. K'nı tapmaqdan ötürü. K bərabərdir 40 bölü 8 bərabərdir 5. 6K olan lazımdır bizə. 6 dəfə də 5'in eləyər 30. Deməli, buranın sahəsi 30'dur. Buranın da sahəsi 10'dur. 89 nömrəli məsələ şəklə əsasən fiqurun sahəsini tapın. Fiqurun sahəsini tapmaqdan ötürü fiquru 2 dənə düzbucaqlıya ayırıram. Bura 2 köklü 3'dür. Burada 12'dirsə, deməli burada 2 köklü çolasıdır. Burada 10 köklü çolasıdır.
İndi bu fiqurun sahəsini tapanda 10 kök altında 3'ü vurmalıyam 10 kök altında 3'e. Üstünə gəlməliyəm buranın sahəsi. Sahəsi də 7 kök altında 3, 8 kök altında 3. 7 kök altında 3, üstə vur 8 kök altında 3. 100, 100'ü də 3'e vuranda 300 eləyir bu. 7 dəfə sətsin 56, vurulsun 3. Bərabərdir 300 üstə gəl 56 ilə də 3'e vuranda 150, 18, 168, hamısı bir yerdə eləyir 468. 468'de yoxdur, rəqəmləri səhv yazmışım. Yəqin bir dənə şəklə baxın. 10 kök altında 3. Bax bura. Burada 12 kök altında 3'tü. Ha bura 7 kök altında 3'tü. Burada 7 kök altında 3'tüsə, bu da 5 kök altında 3'tü. Ha, onda bu səhv oldu. Deməli 10 kök altında 3'ü rəqəmləri dəqiq görmədim. Vurmalıyam 5 kök altında 3'e. Üstünə gəlməliyəm 7 kök altında 3'ü vurmalıyam 8 kök altında 3'e. İndi düz oldu. 50'yi 3'e vuranda 150 elədi bu. Üstə gəl, buranı hesaplamışdım. 56'nı 3'e vuranda 168. Bu da elədi 318. Ha, 318 cevabımız var burada. 318. Növbəti məsələmiz 90. 90 nömrəli tapşırıq. 90'da verir bizə ABCD bərabər yanlı trapesiyasının daxilində çevre çəkilmişdir. AM verdi bizə 4. AM. Buranı verdi 4. BM verdi 1. Aha. Trapesiyanın sahəsini tapın deyir. Deməli burada biz bilirik ki çevrəyə 2 dənə toxunan çəkilmişdirsə bu toxunanlar bir-birinə bərabərdir. Bu 1-dirsə bu da 1-dir. Bərabər yanlı trapesiya olduğuna görə bu 1-dir, bu da 1-dir. 4'tüsə burada 4'tür, burada 4'tür, burada 4'tür. Tərəflərini bildim. Trapesiyanın sahəsini tapmaqdan ötürü hündürlüyünü bilməliyəm. İndi eyni məsələni təzədən burada bir dənə şəklini çəkim. Orada balaca verirdi rəqəmlər. Deməli, üst oturacağı oldu. 1 ilə 1'i topladım 2. Buradan bir dənə hündürlük çəkirəm. Bir dənə də buradan hündürlük çəkirəm. Bu 2'dirsə burada 2'dir. Və bütöv 8'dir. 8'dən 2 dənəsi bura getdisə 6 qaldı. 3 3də bunların yan tərəfləri oldu. İndi buranı verir bizə 5. Düz bucaqlı 3 bucaq alındı burada. 3, 5'dirsə onda hündürlüyü oldu 4. Trapesiyanın sahəsini tapmaqdan ötürü üst oturacaq. Üstə gəl 6 oturacaq. Bölünsün 2, vurulsun hündürlük. 12'ye böləndə 5, 4'ü də 5'e vuranda elədi 20. Belə. Perimetri 36 olan rombun sahəsi 18 hündürlüyünü tapın. P bərabərdir 36-dırsa, 4 tərəfin 4'ü də bir-birinə bərabərdir. 36'nı da 4'e böləndə eləyir 9. Sahəsini də verdi 18. Deməli S bərabərdir A H-dır. 18 bərabərdir A-nı 9 tapmışam. H-ı da buradan tapsam H bərabərdir 2 olasıdır. Deməli rombun hündürlüyü. Növbəti məsələmiz 92 nömrəli məsələ. Tərəfləri 2, 3, 4 nisbətində olan üçbucağın sahəsini verdi bizə. Şiş tərəfini tapın deyir. Deməli 3 tərəfin nisbəti verdi. Bir də sahəsini verdi. 3 tərəf versə Heron düsturundan istifadə edək. S bərabərdir. Deməli bu elədi 5, bu da 4. 9K. Belə yazaq burada. Rahat olsun. Deməli 2, 3, 4 nisbətindədirsə, bunları mən hamısını 2'ye vurum ki, yarım perimetrindən rahat olsun. 4, 6, 8 nisbətində də olsa bu nisbətdə olasıdır. 4, 6, 8 nisbətində də olanda bu nisbətdə olasıdır. İndi bu 4, 6, 8'dirsə, onda P bölünsün 2 bərabərdir 9K. İndi bu 9K'dan istifadə edirəm. Buradan Heron düsturunu tətbiq edirəm. Deməli, yarım perimetri bunun oldu 9K. 9K'dan 4K'nı çıxanda da bu yazmıram 5K. 9K'dan 6K çıxanda
3K, 9K'dan 8K çıxanda da bir dənə də K bölünür. Deməli, bu oldu. Bunun sahəsini də bizə verdi. 12 kök altında 15. 12 kök altında 15. İndi burada kökdən çıxanları çıxardaq. 9-dan kök çıxır 3. K kvadratlarından çıxır K. Bu 1K kvadratından da çıxır K. Kök altında 15 qalır. Bərabərdir 12 kök altında 15. Hər iki tərəfi kök altında 15-i ixtisar eləsəm, yəni bölsəm, qalda bu 3K kvadratı bərabərdir 12 qalasıdır. K kvadratı 4'dür. K da bərabərdir 2'dir. K'nı 2 tapdım. Kiçik tərəfini soruşur bizdən. Mən burada bununla işləmişdim. Kiçik tərəfi də 4K'dır. Onda A kiçik bərabərdir 4 vurulsun 2. O da bərabərdir 8. 93 nömrəli məsələ. Deməli, BD-nin DC-yə nisbəti 3K 5K'dır. Buradan bizə verir 93'də. ABD'nin sahəsi də ABS'nin sahəsini soruşur bizdən. ABD'də 15'dir. Bura 15'dir. Deməli, belə yazıram. 3K'sı olan sahə 15'ə bərabərdirsə, bizdən bütöv üçbucağı soruşur. Bütöv üçbucaqda 8K'dır. 8K da bərabərdir X-ə belə deyim. Buradan 8K bərabərdir S-ə, o da bərabərdir. Deməli, 3K'sı, 8K'sını soruşur bizdən də 8K'nı tapmaqdan ötürü 8K lazımdır. Orada bizə X lazımdır. X bərabərdir. 8K vurulsun 15 bölünsün 3K. K'lar ixtisar gedir. Bundan da bu ixtisar gedir. 8 vurulsun 5 bərabərdir 40. Yəni bütöv üçbucağın sahəsi 40'a bərabərdir. Burada 94'dən 95'ə qədər olan tapşırıqları digər videoda izah eləmişdim. Bu köhnə kitabda 94'dür, təzə kitabda 99, 100. 2 dənə tapşırığımız qaldı deməli burada izah eləniz. İndi 99'a baxıram mən. Ortadakı tapşırıqlar başqa bir videoda var. Bizə verir belə bir şəkil. Deyir ki, A, B, C, D-Y ronddur. B, C, D-Y ronddursa, deməli bu 4'dürsə, burada 4'dür. Burada 4'dür, burada 4'dür. Bunu da bir-birinə bərabər olduğunu verir, burada 4'dür. Və salam buradan qutardıq. İndi baxıram nəyə? Bunu verir 30. Biz bilirik ki, rombun diagonalı onun tənbölənidir. Tənbölən isə 15 verir daha doğrusu. Onda burada 15'dir. Buradan da bir dənə hündürlük çəkirəm. Bu olur 30. 30'un qarşısındakı katet hipotenuzun yarısıdır. 4'dürsə burada olur 2. Deməli, trapesiyanın bizdən də ABD üçbucağının sahəsini soruşur. ABD üçbucağının. Trapesiyanın hündürlüyünü mən 2 tapdımsa, həmən bu üçbucağın da hündürlüyü 2'dir. Və salam, S üçbucaq bərabərdir. Oturacağı 4 ilə 4'ün cəmi 8 vur, hündürlüyü 2 tapmışam. Bölünsün 2. Tərəf vur, hündürlük böl 2. Eləyər 8. Böyle və salam, burada 8'dən də yekunlaşdı. Və 100 nömrəyə tapşırıq. Bizə verir nə? ABS'nin sahəsini verdi bizə 54. S, A, B, S bərabərdir 54'ə. 5 dənə AD bərabərdir 4 dənə CD-yə. Buradan tapıram ki, AD bərabərdir 4K'ya, CD bərabərdir 5K'ya. AD 4K'dır, CD də 5K'dır. Bizdən nə soruşur? Bizdən axırda soruşur. Deməli, BDS üçbucağının sahəsini. Buranın sahəsi. Deməli, burada bizə verdi. Bütöv üçbucağın sahəsi 54. 54'ü 9 hissəyə bölməliyəm mən. 54 böl 9 eləyir 6. 6'dan 4 hissə buna düşür. 6 dəfə 4'ün 24. 6'dan 5 hissə də buna düşür. 6 dəfə də 5'in 30. Bizdən də bu üçbucağın sahəsini soruşduğuna görə cavab eləyir 30. Burada da bu mövzu ilə yekunlaşırıq. Sağ olun. Hələlik bu qədər.